Gədəbəy rayonunda məhkəmə qərarı olmadan vətəndaş Lalə Sultanovanın əmlakı dağıdılıb. Onun iddiasına görə rayonun baş memarı vətəndaşın tikintisini uçurdub, özü isə tam qanunsuz tikililər inşa etdirib. Üstəlik, ora qaz da çəkdirib. Afrem Evlər Uçurdan Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun tapşırığı ilə İcra Hakimiyyəti memarı Əlövsət Bayramov icra edib. Maraqlıdır ki, baş memar rayonun icra başçısının qaynatasıdır. O, icra başçısı təyin olunandan sonra evlənib. Həmin vaxtdan da baş memar olub baş kəsən. Elə başdan söz düşmüşkən, hadisə rayonun məşhur Başkənd kəndində baş verib. Bununla bağlı vətəndaş sual vermək istəyəndə isə memar qaçıb. Hadisə ilə bağlı video görüntü var. Baxaq. Harda da Əlövsət müəllim? Niyə çıxmır bayıra? Mənim sualda sardadır. Özünüz gördüm sizdən. Gördüm də bu. Görüm anı. Yalan niyə danışıram ki mən? Zəhmət olmasa tərk edirlər sabah. Niyə tərk edirəm? Nə edirəm sizə mən burada? Sizə nəsə eləyirəm mən? İctimai yaşayış obyektidir. Mən burada nəsə eləyirəm? Havazda açılış eləməmişik. Necə? Havazda açılış eləməmişik. Necə açılış eləməmişsiniz ki, restoran işləyir, fəaliyyət göstərir burada? Necə Əlövsət müəllim niyə qaçdı gizləndi? Niyə gəlib mənim əmlakımı yerlə yeksan eləyir bu şəxs? Amma ki, özü qanunsuz burada fəaliyyət göstərir, qaza qədər çəkibdir burada. Niyə qoy cənab prezident görsün də bunları? Baxın ay cəmaat, Əlövsət müəllim məni görüb qaçır. Xüsusi obyektindən qaçır, şəxsi obyektindən. Saxla. Saxla, saxla. Niyə qaçırsınız ay Əlövsət müəllim? Ey icra hakimiyyətinin memarı, niyə qaçırsınız? Hara qaçırsınız? Məlumat verin də, ictimaiyyətə informasiya verin də. Yaxınlaşdırmışam, qaçır. Niyə qaçırsınız? Cənab memar. Hara qaçırsınız axı siz? Niyə qaçırsınız? Seninki də qanunsuzdur, bax bura. Qaz çəkdirmişsən, nə bura qanunsuz? Nə tər ki, qaz çəkdirmişsən qanunsuz, cavab verəsən cənab prezidentin qabağında. Yaxşı? Görün ay cəmaat necə qaçır. Niyə qaçır bu adam? Hə, yıxılıb eləyir. Yıxılacaq, özünü itirib.